Amma bağlayıcı ilə işlədiyinə görə fəlyə'budu şəklində oldu. Əslində yenə təkrarlayıram. Fəli ya'budu idi. Mənası li ön qoşmasıdır. Li ya'budu mənası üçün deməkdir. Və bu sonunda da, feilin sonunda da nun nə hərfi neynədi? Düşdü. Demək, ət hərfindən sonra gəldiyi üçün cəzimli muzari feildir. Yəni, indiki gələcək zaman feilidir. Li ön qoşması ilə, burada ədatı ilə işlədiyinə görə sonunda da nədir? Nun hərfi düşdü. Demək, fəl ya'budu, li ya'budu demək, feilin təsviri formasının düzəldilməsində istifadə olunur. Yəni, fəl ya'budu, fəni qoysaq qırağa, li ya'budu feilin təsviri əmr formasının düzəlməsində iştirak edir. Yəni, bu növdədir. Ona görə nun hərfi düşüb. Li ədatına görə. Rabbə, Rəbbinə məf'uldur. Yəni, vasitəsiz tamamlıqdır. Təsirli halındadır gördüyünüz kimi. Niyə görə təsirli halındadır? Çünki fəl ya'budu feili, demək, təsirli feil olduğuna görə, demək, bu qarışıq təyini söz birləşməsi gedir. Qarışıq təyini